Hansısa bir fikriniz var mı? Xeyr müəllim. Hələ ki bir fikriniz yox. Deməli, məsələdə deyir ki, müəllim istəyir ki, şagirdləri birgə tapşırıq yetirməyə aid birgə tapşırıq bir neçə məsələ tərtib etsin. Məsələn, şərtdə nəzərə almalıdır ki, birinci briqada hər hansı ki A günə 2 dənə briqadadır. Birinci briqada A günə yerinə yetirsin, ikinci briqada B günə yerinə yetirsin və əsas məsələ ikisi birlikdə 24 günə yerinə yetirsin. Birinci və ikinci birlikdə 24 gün yetirsin. Və A böyükdür B-dən. Birgə görülən işlərdən bilirik ki, 1 bölü A üstə gəlsin 1 bölü B nəyə bərabər olmalı uşaqlar? 24 Nəyə bərabər? 24-də 1-ə tərsinə bərabər olmalı. Aynı oldu. Bunu da orta mərhələdə gətirsək, A-B-dən A üstə gəlir B bərabərdir 24-də 1. Aydındırmı? Bunu da çarpar şəkildə vursa, 24 vurulsun A üstə gəlir B bərabərdir nəyə? A vur B. Burada indi həll metodu biraz çətindirsə başa düşərəm. İlk öncə mötəzəni açırıq. 24 A üstə gəlir 24 B bərabərdir, daha sonra belə deyək, çıxılsın AB bərabərdir 0. A ilə B-nin 24-də hasili var. Ona görə nə yazırsan? Birində A yazırsan, birində də B yazırsan. Aydın oldu mu? Gəl belə eləyək, belə eləyək. Gəl bunu əvvələ yerini dəyişək, başqa cür yazaq. Deməli, bunu yazınca gəl belə yazaq. A, B çıx 24 A çıx 24 B bərabərdir 0. Burada A ilə B-ni hərəsinə ayrılıq bir mörtəciyə. A nəyə vurulub? Mənfi 24-də. Bura mənfi 24 yazıram. B nəyə vurulub? Mənfi 24-də. Burada mənfi 24 yazıram. 24. Nəsə qaralama düşdü. 24. Bərabərdir. Mənfi 24-də mənfi 24-də bura necə edir uşaqlar? Müsbət 576. Demək ki, hasili 576 olan ədədlər lazımdır bizə. Hansı iki ədədin hasili 576 edir? 1 ilə 576, 2 ilə 288, 3-ə bölsəm 576, 192, sonra 4-ə bölsəm 144, 5-ə 576 5-ə bölünərmi? Xeyr müəllim. 6-ya bölsəm 96, 7-yə bölünmür, 8-ə bölsəm 72, 9-a bölsəm neçə çıxır? 48 yox. Neçə düşürəli? 9-a bölsəm 64, 10-a bölünmür, 12-yə bölsəm 48, 16-ya bölsəm 36, sonra 17, 18-ə bölsəm 32, 19, 20, 24-ə bölsəm elə 24, 24-ə bölsəm 24. İndi bunlarda deyir A B'ye böyük, A B'den böyükdür. Sizcə A sağdakı olmalı yoxsa soldakı olmalı? Sağdakı. Sağdakı olmalıdır, əlbəttə, sağdakı. Ona görə. Məsələn, birinci şərt üçün yazıram. A çıxılsın 24 bərabərdir 576. B çıx 24 bərabərdir 1. Yəni ikinci vuruq A-nı ifadə edir, birinci vuruq B-ni. Buradan A nəyə bərabərdir? 576'ya. Buradan A nəyə bərabərdir uşaqlar? 600'ə. 600. Bəs B nəyə bərabərdir? 25'ə. 25. 5'ə bəli. Aysel.
İkincini sən denə. Nə yazaq indi? A çıx A çıx 24 nəyə bərabərdir? Hə. Hə. A çıx 24 nəyə bərabərdir? Ayşel, Müəllim. sual veririk. sual veririk də, niyə cavab vermirsin? Ayşel, Buradayım müəllim. niyə cavab vermirsin? Bax, ikinci vuruq A'ya aiddir, birinci vuruq B'ye aiddir. Mənə deyirəm indi A çıx 24 nəyə bərabər olmalıdır? 2. Bax, bayaq da izah edir. Yenə də deyirəm, ikincisi A'ya aiddir, birincisi B'ye aiddir. Çünki A B'dən böyükdür. 288. 288'ə. Hələ indi başlayırsınız qulaq asmağa. Bəs B çıx 24 nəyə bərabər olmalıdır? 2. 2'yə. Onda buradan A nəyə bərabərdir, B nəyə bərabərdir? Nətər tapar? Toplayaraq. Hə? Toplamaqla. A oldu 312. 312. B de oldu 26. Demək bu Bu da oldu ikinci versiya. Bir versiya, iki versiya. Şərtdə də deyir, araşdırın. İndi bu versiyalar çoxdur, hamısını bir durub araşdırıb, yəni yazmağa bizim vaxtımız yoxdur, o qədər durub yazın. Aydın oldu mu uşaqlar? Bəli, müəllim. Yəni, məsələn, belə deyək ki, bundan sonra Nuray İbrahimova nə yazmalıyam? De görüm. Orada müəllim yazmalı 144. Nə 144? A. Yo 152, 152. Bunu deyirsənsə bu 192'dir. Yani 192. De görüm, nə yazmalıyam? A'ya 192 yazma. A çıx 24 bərabər 192. Yer baxırsınız mı? Vuruqlarımız A çıx 24 və B çıx 24'dür. A çıx 24 bərabər. A çıx 24 bərabərdir, B 76, A çıx 24 bərabərdir, 288. İndi üçüncü nə yazmalıyam? 3. B çıx 24 bərabərdir 3. A çıx A çıx 24 bərabərdir 192, B çıx 24 bərabərdir 3 yazmalıyıq. Ondan sonrakında Elmir Paşa nə yazmalıyıq? Ondan sonrakında A çıx 24 bərabərdir 144. B çıx 24 bərabərdir 4. Bəli. Ondan sonra nə yazmalıyıq? Cəvahir. Bəli müəllim. Cavab ver görün. Kim məktəbdə dərsdə necədirsə, bax online'da da həylər. Məsuliyyətsiz, dərsə qulaq asmayan, diqqətsiz, fikri qıraqda olan. İndi siz online'dasınız. Valideyn indi yəqin ki, işdə deyilsə, yanınızdadır. Heç olmasa valideyn sizə nəzarət etməli ki, ay bala, müəllim orada yorulur, danışır, həll edir, bir baxda oraya heç olmasın. Mustafa. Bəli, müəllim. Nə oldu? Nə oldu? Cavab çıxdı dərsdən, ha? Yoxsa buradadır? Yoxsa buradadır. Buradadır deyər. Buradadır deyər. Hə. Mustafa, bəs ən axırıncı nə yazmalıyıq? Ən axırıncı Hə. 15-ci-də mənim bəli. A çıx A çıx 24 ilə B çıx 24 bərabər nə yazmalıyım? Ən axırıncı. Peki müəllim. Hə? Hə?
Müəllim, olacaq. Mənim burada 213-dən çıxacaq 24-dür. Ay yoldaş, En sonuncu ne yazmalıyız? Beyazdan 4 tanesini demişik. Hamısını bir demirəm. Deyirəm, sonuncu ne yazacaq? Sonuncu. Turan. Sonuncu ne yazacaq? A çıxılsın 24 bərabərdir 24. B çıxılsın 24 bərabərdir 14. 14'tür, 24. 24. Ha. Sen de sonuncunu yazmalıyız düşünürsen, öyle mi? Təəssüf ki, yanlış. Niye? Çünkü A çıxı 24'den B çıxı 24 ikisi de birbirine beraber olabilmez. Şərtdə deyirdi ki, A böyüktür B. Ona göre axırıncı şərtin üstünden xətt çəkilir. Olur A çıx 24 beraber 32, B çıx 24 beraber 18. Aynı oldu. Bəli, bəli. A Beraberdir 56, B beraberdir 42. En axırda bu şərt yazılır. Başka yaza bilmir. Oldu uşaqlar, məsələ 5'i evdə bitir ve 6'nı evdə bitirirsiniz. Aynı oldu mu? Aynı oldu mu? Tamam. Olur. Olmaz.